Hesablama Palatasının 2026-cı il dövlət büdcəsinə verdiyi rəyə əsasən ASTV dövlət vəsaitinin idarə olunmasında pozuntuya yol verib. Audit nəticəsində məlum olub ki, əmək müqaviləsi ilə çalışan işçilərə ödənilməli maaşlar qonorar kimi rəsmiləşdirilib. Pozuntunun ümumi məbləği 26 milyon manatdır. ASTV isə bildirib ki, qonorar sistemindən tam imtina və vahid maaş sisteminə keçidlə bağlı Hesablama Palatası ilə danışıqlar aparılır. Meydan TV işi üzrə həbsdə olan jurnalist Ülviyə Əliyə vəkili ilə görüşməyə icazə verilməyib. Bu qərara onun görüşdən əvvəl üzərinin yoxlanmasına etiraz etməsi səbəb olub. Anası iddia edir ki, bu Bakı İstintaq Təcridxanasının rəisinin jurnalistə qarşı qərəzli münasibəti ilə bağlıdır. Qazaxıstanın Tub-Qarağan rayonunda Xəzər dənizi sahilində 112 suiti cəsədi aşkarlanıb. Mütəxəssislər heyvanların təxminən bir ay əvvəl öldüyünü bildirir. Suitilərin ölüm səbəbi araşdırılır. Son illərdə Xəzər suitilərinin sayı kəskin azalıb. Alimlər bunun mümkün səbəbləri sırasında su hövzəsinin çirklənməsi və ekoloji problemləri göstərirlər.